Ruslan adını çək. Yaxşı, bir dəqiqə bir video çəkib. Ruslan adını çək. Dəqiqə video çəkirəm. Deməli, 1 saat mən bu hicabı düzəldə bilmədim də. Yəni bir dənə video çəkəcəm. Düzgün görmürəm. Beləm görmürsən. Hə. Market alışverişinə gedirik. Nələr aldım, bunların üstündən paylaşacağım. Burada mən alışverişi tək edirəm. Nə qədər böyük alışveriş də olsun, həmişə alışverişi tək edirəm. Çünki Ruslanla mağazaya gedirəm, mənim çox başım xarab eləyir. Tez ol, fərqi nədir ki, bunu götür. Mən hamısının üstünə oxuyuram. Yəni əlavə qatqı maddələri minimum olan təmiz məhsullar almağa çalışıram. Və qiymətlərinə də baxıram, müqayisə edirəm, sonra alıram da. Ona görə biraz uzun çəkir mənim alışverişimdən. 3 saat falan çəkir. Böyük alışverişlərdən söhbət gedir. Ruslan da necə alışveriş edir? Bunun supernatural, nə deyirlər ona Azərbaycanda? Olağanüstü, doğaüstü, necə deyim Azərbaycanda? Yəni ekstravagant bir bacarığı var, möhtəşəm bir bacarığı var. Marketə adi bir lavaş almaq üçün göndərirsən, dönər lavaş al deyirsən. Yəni işdən gələndə yığır ki, nə alım? Tutaq ki, mən deyirəm ki, dönər lavaş al. Gedəcək ən dönər lavaş olmayan lavaş hansıca onu alacaq. Sonra da şeydir. Məsələn, gözünü yumsan lavaşı götürsən, daha lazım olan lavaş alarsan. Amma o qədər belə mənasız şeylər gedir alır ki, məsələn, bu yaxınlarda ürəyim sirkes istəyir. Demişəm ki, getdə sirkes al mənim üçün. Sirkes hər kəs alır da, yəni nə bilim, həftədə 5-6 dəfə gedib sirkes alaram bəlkə. Heç vaxt yəni içi xarab çıxmaz da. Alıb gətirdiyi sirkesin içi ağappaq da, xarabdır. O qədər gedib, yəni o qədər sirkesin içinə gedib ən xarabını tapmaq bu xüsusi bacarıq tələb edir insana. Bu da sağ olsun mənim həyat yoldaşımda var. Bir neçə gündə bundan əvvəl demişəm semiska al. Ən çox satılan semiskanı almağına baxmayaraq, ən yaxşı satılan semiskanı almağına baxmayaraq, semiska xarabdır. Yəni bunun üçün bir bacarıq lazımdır, xüsusi bir bacarıq. O da sağ olsun mənim həyat yoldaşımda var. Mənim seçimlərim güclüdür. Nə deyir? İndi marketdən çıxmışıq, saat 22:07. Ona işləyir, 11-ə işləyir. 11-ə işləyir, biz indi marketdən çıxmışıq. Bu mənim çöldə gözləyirdim. Mən də marketin içindəydim. Mən semiska alıb dözə bilmədi, dedi, sən aldığım xarab semiskalara görə üzr istəyirəm. Sən xarab semiskalara görə məndən üzr istədi və mənim üçün təzə qovrulmuş semiska aldı. Yaxşı, sən bu dəfə sən bağışlayıram. Xahiş edirəm, bir də heç vaxt xarab semiska alma. Varımız burada belə görsənir. İndi evdə ətraflı şəkildə göstərəcəm nələr almışam. Alışverişim bunlardan ibarətdir. İndi göstərəcəm burada nələr var. Düyünə həmişə 5 kilo alıram. Çünki hər dəfə 1 kilo düyü almaq maraqsız olduğuna görə bir dəfənlik 5 kilo alıram. O qutarandan sonra bir də 10 aldım 5 kilo. Uşaqlar üçün zavtırka yeməyə, südə qatmağa, krujociklər götürdüm. 5 litrlik duruyaq. Bu ay 2 litr almışdım, tez qutardı. Ona görə 5 aldım ki, da bir də yolun ortasında qoymasın məni. Duz, sasika, fitsi yenə aldım bundan çay içməyə. Güya ki, hələ güya çəki vermişəm. Bugünləri çəkimi ölçmüşəm ki, 75 kiloyam. Allah mənə insaf versin. Mən harada bu boyda yemək yemişim, heç özümün də xəbərim yoxdur. Daha sonra yumru düyümündən aldım. Qəşəng də çox xırdadır. Sasikan bir də buradadır. Bunu uşaqlara yeməyə aldım. Bu xlebci çox ağırdır. Nəsə belə interesli gəldi mənə. Ona görə bundan aldım. Görün bunun dadı necədir. Çoxlu xlebcilər aldım yenə. Bunun da ətri o qədər qəşəngdir. Çox bəyənirəm bunu. Yemirəm. Uşaqlar üçün alıram. Sonra pendir sosu aldım. Mozzarella, Holland pendiri arasından bir dənə aldım. Hər dəfə gedəndə alıb atıram buzluğa, nəsə pişirəndə. Bunu Məhəmməd üçün aldım. Lavaşın zadının içinə söküb yeməyə xoşlayır. Yenə mənim zavtırkım. Bunu da Ruslan da yeyir, mən də yeyirəm. Bir dənə Himalay duzu aldım. Rozvu duz. Popüler kültür köləsi olduğumuz üçün, yəni mən eləyəm. Bunu çox görmüşdüm Instagramda. Məşqçilər falan çox tərifləyirlər bunu. Tərkibində 20 qram protein var. Nə qədər yağ, nə qədər karbohidrat olduğunu bilmirəm, amma aldım. Bunu prob edəcəm, görüm dadı necədir. Çox tərifləyirdilər bunu. Çox tez-tez görürdüm. Azərbaycanlı məşqçilər bunu çox önərirdilər. Ona görə aldım özüm üçün. Sonra nə aldım? Vanil, qabartma, maya, makaronlar aldım.
Bunu uşaqlar üçün aldım qızartmağa. Buzlu kartoşka, 2 dənə belə 2-3 kilo, 5 kilo toplamda pesok aldım. Sonra şokolad, uşaqlara belə maraqlı olsun deyə makaron, kök. Bunu da uşaqlara sırnikdir deyəsən, bu bilmirəm nədir. Amma xaladenikdəydi, məncə sırnikdir, bilmirəm. Sonra uşaqlar üçün yenə bu kəhli otu, çayı da xoşlayıram. Uşaqlar üçün. Mən elə vaxt olur məşqdən gələn kimi sıraz yemək hazırlamağa həvəsim olmur, həm də çatdıra bilmirəm. Çörənin üstünə, xlebzin zadın üstünə qoyub yemək üçün kabasa aldım. Elə bunlardır. Qida olaraq bunları aldım. Toplamda da 230 manat pul verdim. Təmizlik yerindən aldığım veşdən mənim və uşaqların diş fırçası. Ruslan diş fırçasının özü dəyişir. Ona mən almıram. Ona görə özümüzə aldıq. Sonra əlcək aldım yenə. Əlcəklərim bitdikcə alıb qoyuram ki, riski cırılır, bilmirsən də nə var. Ftorlu Sensodyent aldım diş üçün. Ruslan ağız yaxalayan. Bu uşaqlar üçün çox yaxşıdır. Uşaqlar yumağı çox da belə yaxşı bacarmırlar, açıq dişlərini fırçalamağı. Bu ilə yuyurlar. 72 sabundur. Bunun haqqında bir şey danışacağam. Yenə scrub, bingo olmazsa olmazım. 2 dənədir bu. Biri başqa yerə qoymuşam. 2 dənə almışam bundan əslində. 2 dənə də salfetka, bir də xəmir yaymaq üçün 5. Xəmir yayan 5. Elə bunlar. Bunlara da inan ki 90 neçə manat verdim. 90 neçə manat, 2 dənə də qab aldım ona görə. Deməli, hər dəfə ağ sabun, belə də sabun suyu, 72% sabun suyu görəndə çox çıxdı da qabağıma bir ara. Yazdım ki, bunu evdə hazırlamaq çox asandır. Biri neçədir? 1 manatda 70 qəpikdir. Ağ sabunu, bunu belə eləyirsiniz, hazırlayırsınız falan filan, hər dəfə yazırdım. Həm də özüm də bundan qabaqçı videolara baxan qızlar bilirdi. Mən hər dəfə deyirdim ki, bunu mən özüm hazırlaya bilirəm. Amma bunu istifadə eləyəndə, bunu hər şey istifadə eləmək olur da, hər şey. Qabları yuya bilirsən. Nə bilim, əgər nəyisə yuyursansa, məsələn, yeri yuyursansa, polları bununla yuya bilirsən. Əl yumaq üçün yaxşıdır. Daha seboreyası olan adamlar üçün, saç yumaq üçün çox yaxşıdır. Bir yarası zad olan adam üçün qəşəng qurudur yaranı. Antiseptik təsirə malikdir. Çox yaxşıdır. Sonra dedim ki, istifadə elədim bunu. Məsələn, qabzat yuyanda istifadə elədim, hamamda istifadə elədim. Nəysə əlimin altında bir şeyləri yuyanda istifadə elədim. Hamamın krantın içinə tökürdüm, qaynar su tökürdüm, qəşəng yağları aparırdım. Sonra dedim ki, ayda bir dəqiqə dayan. Ola bilər ki, sən bunu hazırlamağa bacarırsan. Yaxşı eləyirsən. Yaxşı bir şeydir. Amma bu törka ilə 72% sabunu çək, sabunu bərk olur axı. Bəzən əlin dəyir, qanıyır. Sonra bir qazan götür, su tök içinə, onu qaynat saatla. Ondan sonra qab bulaşır, təzən o qabı yu, onu saxlamağa bir qab tap. Bu heç çox eləyir axı. Yəni bunu 2 manata alıram, 2 manat neçə qəpiyə alıram. Axı mənim o əziyyətim 2 manat neçə qəpiyədən daha çox eləyir. Yəni mən onu eləyənə yoruluram. Yəni hər şeyi bacarmaq, belə bir aydınlıq yaşadım. Hər şeyi bacarmaq o demək deyil ki, hər şeyi eləməlisən. Yəni 80 qəpikdir, 1 manatda deyək. 1 manat 50 qəpik də üstünə qoyub bunu ala bilirəmsə. Qoy elə 2 manata bunu alım da. Niyə mən öz əziyyətimi şey eləyim? Yəni belə bir aydınlanma yaşadım. İstədim fərqinə varmayan, hələ varmamış insanlara bunu çatdırım. Yəni, hər şeyi bacarmaq o demək deyil ki, hər şeyi eləməlisiniz. Tamam, evin də yükü sizin üstünüzdə olsun, çölün də yükü sizin üstünüzdə olsun. Bu hamısı insan tükənir. Tükənməməyin ən yaxşı yolu bacardıqca pulundan keçib rahatlığını təmin eləməkdir. Arkadaşlar, para kazanın, para çok güzel bir şey gerçekten. Yani güzel değil, olması gerekendir. Biz maddi dünyada yaşayırıqsa, maddiyatımızı sağlayan əsas şey puldur. Pula heç bir zaman utanılacaq formada baxmaq lazım deyil. Mən məsəl üçün, nəysə,
bir ödəniş eləyəcəm. Əgər o ödəniş mənə çox gəlirsə, mən bazarlıq eləməkdən heç vaxt, bazarlıq deyir də türklər, yəni qiymət endirməkdən heç vaxt utanmıram. Ya mənim sənə nə qədər borcum var deməkdən utanmıram, ya birinə borc verirəm. Məsələn, deyib ki, bir aya qaytaracağam. Bir ay olur, ay yarım. Mən heç vaxt utanmıram. Həmişə yazıram ki, demişdim bir aya qaytaracağam. Əgər almısansa qaytar, almamısansa alanda qaytararsan. Arkadaşlar, bunlar çox normal şeylərdir. Mən də pul üçün əziyyət çəkirəm, çalışıram. O insan da pul üçün əziyyət çəkir, çalışır. İndi mən hədiyyə verə bilmərəm axı öz əziyyətimi kiməsə. Yəqin ki, izah edə bilirəm də, bu şeyləri normallaşdıraq. Yəni, pul barədə danışmaq ayıb olmasın. Çünki bu ayıb bir şey deyil. O, bizim rifahımız üçün xidmət edən ən gözəl vasitələrdən biridir. Nəysə, gör hardan hara gəldim. 2 manatlıq su mənə nələr danışdırdı. Oluyor arkadaşlar belə şeylər. Əgər mənim kimi təlim alanlar varsa, adi bir yerə düşən yarpaqdan belə özünə bir nəticə çıxarda bilir. Salam qızlar, sabahınız xeyir olsun. Bugünkü zavtrakım bunlardan ibarətdir. Və dünən çay tikanı yağı almışdım. Bu barədə danışmadım. Bundan sonra artıq başlayacağım, belə bir dönəmə başlayıram ki, hər gün ac qarnına bir bitki yağını seçəcəm və onun yağını içəcəm. Bir qaşıq. Başladım çay tikanı ilə. Bunu bitirəndən sonra qara çörək otuya keçəcəm. Onu bitirəndən sonra da alaqan qala. Hər birinin özünə görə çox faydaları var. Bunları burada saymayacağım, amma yeni bir vərdiş yaradıram. Bugünkü zavtrakım da bunlardan ibarətdir. Normalde yumurta yeyirəm zavtrakı, amma bugün çox biraz fərqli bir şey eləmək istədim. Həm də dünən aldığım məhsulları prob eləmək istədim. Bunun niyə ağır olduğunu bildim. Çünki Borodinski çörəyinin xlebsiləridir. O çörəkdən kimsə istifadə edibsə, burada çörəkləri ağır olur biraz. Mən əslində xoşlayıram, ona keşniş toxumu da qatırlar, mənim xoşuma gəlir. Bu şəkildədir, litr şəklində. Sonra, bundan da dünən açdım, dadına baxdım, dözmədim. Konsistensiyasını sizə göstərim necədir. Biraz yumuşaq, yəni üstündə puding deyilir. Normalde elə hazır pudinglərdə belə olur, sulu. Amma mən sulu puding sevmədiyimə görə biraz belə suludur. Mən biraz pudingi bərk eləyirəm. Bizdə uşaqlar bərk xoşdur pudingi. Evdə hazırlanan puding təbii ki, daha dadlı olur məncə. Bu şəkildədir və biraz şirindir. Düzü, şirin də deyəsən saxar deyil. Çünki mən onu yeyəndən sonra şəkərin verdiyi narahatlığı hiss eləmədim. Ola bilsin ki, sərbitdir ya da steviyadır, bilmirəm. Baxaram üstünə. Bez saxara. Şəkər deyil içindəki, şəkər əvəz edicisi bir şeydir. Amma şirin dadı sevmədiyimə görə, mən bunu sevmədim. Yəni, sırf 20 qram protein almaq üçün bunu yeyərdimmi, yeməzdim. Onun əvəzinə şor yeyərdim. Məsəl üçün, şor daha dadlı gələr mənə. Bugünkü zavtrakım şor olacaq, bunun üstünə sökəcəm. Daha sonra ayran içəcəm. Bu arada da mən məşq eləyəndə yaydı deyə ürəyim ət yemək istəmir. Ağartı məhsullarda protein olduğuna görə dəhşətli bir şəkildə ürəyim ağartı istəyir. Əvvəllər yəni mən ağartı yeyən insan olmamışam, qətiyyən sevməmişəm. Bir dənə pendir yeyirdim. Nə süd, nə qatıq, heç birini sevmirdim. Amma indi orqanizmam bunu tələb edir. Yanında da ayran, üstündən puding, sonra semçika və kofe hazırlayıram, kofe içəcəm. Belə bir qeyri-adi zavtrak olacaq bugün.